öncə mənə bir neçə link atdılar. Azərbaycan hakimiyyətinin saytları Deyirlər ki, Bakıya gedirsiniz. Yeri gəlmişsə Tural onu Sadıqlı Bakıya soruşacaqsan. gəlir. Bəli. Və Gəlmir görürəm Bakıya. bəziləri də bu uydurma, hakimiyyətin uydurmasına qoşulub danışırlar. Tural Bakıya gedir. Yəni bəziləri də bu, bilmirəm, qərəzli insanlar. Mən özüm inanası oldum. Mən dedim, bir dəqiqə, biz müsahibə edirik. Yox, çıxıb nəsə belə şey yazırlar ki, Bakıya yoldadır, çata nəsə belə şeylər. Mən özüm deyirəm, bir soruşum görüm, müsahibə olacaq. Bu nədir? Elə bir şey olmuş olsaydı belə, sizə müsahibə verib, birinci sizə müsahibə verməkdir. Osman Qızı kanalına çıxmaq, orada görünmək, digər şeylər isə mənim üçün ikinci dərəcəlidir. Kanala da abunə olmayanlar abunə olsun, bəyənməyənlər bəyənsin. Bu xəbərləri gördüm, dedim Tural Bakıya gedir. Zaten biz gecə bir yerdə gedəcəyik Tural bəy. Siz Bakıya getsəz, mən də gedəcəm. Hamımız gedəcəyik bir yerdə, o gün olacaq. Bunu nədən çıxardılar, bunu tirajlayırlar? Bir, Azərbaycan hakimiyyətinin mediaları yəqin ki, düşünürəm ki, bu da tapşırıq əsasındadır. Hikmət Hacıyevin tapşırıq əsasında. Çünki onun icazəsi olmadan bu tema ilə bağlı nələrsə yaymazlar. Bir, düşünürəm ki, yəni kim Bakıya rahat gedə bilər? Nə oldu elə? Prezident köməkçisinə diyaloq yaradan kimi səhərsin Bakıya gedirsən? Kim belə bir şey eləyə bilər? Deməli, satqın adam eləyə bilər də. Deməli, satılmış, daha doğrusu satılmış adam və yaxud da ki, Davujev bunlarla razılaşıbdır, hə, getdi, Tural getdi, danışdı, getdi. Bunu isə qaralama kimi mən istifadə edirlər. Mənə qarşı qaralama kampaniyasını istifadə edirlər. Bu xəbəri yayaq, normal düşüncəli, məntiqli insanlar deyəcək ki, hə, Bakıya kim gedə bilər ki? Deməli, bunlarla razılaşıb gediblər də, Tural satıldı. Bunu qəsdən çıxardırlar və mən acıyıram ki, özünə bəzi müxalifətçilər deyənlər bunu da hakimiyyətə qoşulub, müşahinə qoşulub danışırlar. Utanmaq lazımdır buna görə. Və bunu da hardan yəqin ki, çıxardırlar, bir istinad edirlər. Hikmət Hacıyev deyir ki, bilirsiniz Azərbaycanda da belə inkişaf var, nə bilim nə var, belə bir şey deyirdi, orada baxdınız. Mən deyirəm, baxın, orada göstərə də bilərəm təzədən. Dəvət edin, cümləmə baxın, dəvət edin, təqibə məruz qoymayın. Bu, mənim orada dediyim sözləri təkrarlayıram. Dəvət edin, təqibə məruz qoymayın, gəlim, çəkim, danışım. Cümləmin ardıcıllığı bax belədir. Yəni, burada təqibə məruz qoymasalar, kim getməz ki? Hüseyin Osman Qız da gedəcək, başqalar da gedəcək. Təqibə məruz qoymasalar, tutmasalar, həbsə atmasalar, düzəltələr. Təhlükəsizlik qarantisi. Hamı gedir. Təhlükəsiz olsa hamı gedər də. Təhlükəsiz olsa biz orada niyə qaçıb gəlirik ki, bura? Amma orada da deyirəm ki, Azərbaycan hakimiyyəti düşünməlidir ki, Hikmət Hacıyevə dediyim o cümlələrdir, bu hakimiyyətin kanallarında getməyib. Azərbaycan hakimiyyəti düşünməlidir ki, onun vətəndaşı niyə gedib xarici ölkəyə sığınır? Və yəqin buna istinad edirlər ki, Tural Sadıqlı Bakıya getmək istəyir, Bakıya gedir, Bakıya hazırlaşır. Xeyr, dəyərli dostlar, mən Bakıya da gedərəm, satılaraq getmərəm. Bakıya İlham Əliyevi tərifləməyə getmərəm. Vəziyyət, şərait düzəlsə, hamı gedən kimi mən də gedərəm. Və yaxud da Azərbaycanda artıq inqilabı bir şərait olduğu zaman o digər bəzi bizim dostlar kimi əllə verib Azərbaycana gedərik, artıq deyərik ki, artıq hazırdır. Hər şey bir addımdadır, bir addımlığındadır, qığılcımlıqdadır. Və mən Bakıya getsəm, yaltaqlanmaram. Bəlkə prezidentin köməkçisinin düşüncəsi odur ki, və deyirsə ki, istintaqla əməkdaşlıq eləyin. Mən bunu bəlkə də elə başa düşürəm ki, demək istəyir ki, yəni bizlə işləyin. Yəni olun, nə bilim, kim bilmirəm, Rauf Arifoğlu ol. Mən heç vaxt Rauf Arifoğlu ola bilmərəm, olmaram. Yəni bilirik ki, Mirşahin ümumiyyətlə o tərəfdə olubdu və yaxud da ortada olubdu, güya şeydir, onların adamı həmişə olubdu. Amma Rauf Arifoğlu məsəl üçün müxalifətçi olubdu və sonradan keçib indi həm hakimiyyəti tərifləmək, İlham Əliyevə mətkələr demək, bu da ayrı. Bir də ki, üzr istəyirəm, cındırası kimi onu istifadə edirlər. Yəni, mənə qarşı istifadə edirlər. Biri var ki, normal
girəsən söhbətlərə bir də var ki, Hamımıza Rauf qarşı, Harifoğlu hamımıza mənim, qarşı, yəni mənə qarşı, bəli. elə alçaq hərəkətlərdən istifadə edib ki, mənə qarşı. Yəni ailə söhbəti, 8 yaşlı qız uşağı söhbəti, yəni mənim övladımın söhbətlərini, ailə söhbətlərini, şəxsi məsələləri qələmə vermə falan bunu tirajlayan adam yəni kim ola bilər ki? Ona görə deyirəm ki, yəni mən Rauf Harifoğluluq məndən gözləyirsə Hikmət Hacıyev, mən onu heç vaxt etmərəm. Rauf Harifoğlu mənim haqqımda deməli bir dırnaqarası araşdırma yazmışdı. Mənim imzamı götürüb, bu doğrudan da mənim imzam idi. Bir sənədə yapışdırmışdı ki, mən Florida, Miami şəhərində özümə ad günümdə, o doğrudan da 22 iyun mənim ad günümdür ki, özümə hədiyyə etmişəm və bir şey. Yəni bu bilirsiniz, sənədi saxtalaşdırmaqdır ki, bu cinayətdir. Impersonalization deyirlər. Kimsə olduğunu iddia edərək cinayət törətmək mənim adımdan. Bu özü bir cinayət kateqorisi. Amma Azərbaycanda nə cinayət, hansı məhkəməyə sən müraciət edə bilərsən? Və bilirsiniz, əslində o Hikmət Hacıyev deyəndə ki, istintaqla əməkdaşlıq edin. Hikmət Hacıyev, biz o istintaqla əməkdaşlıq edə bilərik ki, ortada mötəbər bir koz iş olsun. Amma koz bundan ibarət olanda ki, sübut et ki, sən dəvə deyilsən, biz o istintaqda niyə iştirak etməliyik ki? Biz dəvə deyilik, biz insanlıq. Yəni, o dərəcədə kenguru məhkəmədir ki, bizim belə bir öhdəliyimiz yoxdur ki, biz kenguru məhkəmə ilə əməkdaşlıq edək. Biz yaşadığımız ölkədə olan qanunlara riayət etmək kimi öhdəliyimiz var. Tural Sadıqlı Almaniyanın qanunlarına riayət edir. Almaniyada danışmaq haqqı, işləmək haqqı konstitusiyada təsbit olunub. ABŞ konstitusiyasının 1-ci maddəsi, ona First Amendment deyirlər, ən birinci maddə söz azadlığıdır. ABŞ-da jurnalistlərə cinayət işi açılmır. Bu, jurnalistin danışmaq hüququdur. Ona görə yeri gəlmişkən, o sizin o kenguru məhkəmələrinizi siz xarici gətirə də bilmirsiniz. Rusiya apara bilərsiniz, hansısa geridə qalmış ölkələr falan. Amma qanun işləyən ölkələrdə sizin işləri yaxın buraxmırlar. Mən açım sirri, Tural bəy, mən demirəm bunu verilişlərdə. Amma yeri gəlib söz-sözü çəkib deyəcəm. Mən də daxil, mən əminəm ki, siz də daxil, digər bizim mühacir blogerlərə açılan o işlərin məqsədlərindən də biri də o idi ki, bu ağılsızlar, baş yerinə başqa orqanla düşünənlər ümid edirlər ki, onlar bu məhkəmələrin hökmlərini bu blogerlərin yaşadığı ölkələrin məhkəməsinə gətirib çıxara biləcəklər. Çıxara bilmədilər. Cəhdlər olub, mən buna %100 əminəm. Olub cəhdlər. Hətta bizim adımızı yanlış da yazıblar, hərflərin yerini səhv salıblar. Adamları çaşdırmaq üçün. Bilirsiniz ki, qərbdə necə diqqətlə yanaşırlar hərflərin dəqiq olmasına. Çünki bir hərf fərqlidir, başqa adamla söhbət gedə bilər. Bunlar qəsdən çaşdırmaq üçün o işləri gətiriblər. Amma heç birində uğur qazana bilməyiblər. Çünki bu ölkələrdə hər halda bax, Tural bəyin yaşadığı istəyir Almaniya olsun, Fransa olsun, ABŞ olsun, Avropa ölkələri olsun. Məhkəmələr var, qanun var və dövlətlər bu qanunla idarə olunur. Özlərinə qaldı o kenguru məhkəmələr. Ona görə Hikmət Hacıyev bizə tövsiyə etməkdənsə getsin. İndi əvvəllər o vəzifənin adı müşavir idi. İndi İlham Əliyev onu ümumiyyətlə köməkçi edir. Çay gətirib, çay gətirən. Bəlkə elə belədir, bilmirəm, Əliyev bizdən daha yaxşı bilir. Çay apardığı adama tövsiyə etsin. Əgər cəsarətə çatırsa ki, sarsaq işlə məşğulsuz. Onun heç bir bəhrəsi olmayacaq. Başqa bir məqama da toxunum. Buyurun, nəsə demək istəyirdiniz, Tural bəy? Yox, buyurun. Başqa bir məqama da toxunum. Bunlar Azərbaycanda media haqqında qanunla belə bir vəziyyət yaradıblar ki, jurnalistlər qeydiyyatda durmalıdır. Ələsgər Məmmədli azadlıqda olanda hətta demişdi ki, siz görəcəksiniz ki, vaxt o yerə çatacaq ki, elə bir zaman gələcək ki, bunlar deyəcəklər ki, qeydiyyatda olmayan jurnalist deyil.
Əslində bunu əvvəldən deyə bilmirdilər. Aşpa var, qanun biraz pozitiv olmalıdır və s. Qanuni olmalıdır, legitim olmalıdır. Amma bu saat bunların istəyi ondan ibarətdir ki, görmürsünüz, Hikmət Hacı dəfələrlə bunu təkrar edir. Siz jurnalist deyilsiniz. Siz də deyirsiniz, jurnalist deyilsiniz. Emin Hüseynova deyirsiniz, jurnalist deyilsiniz. Əminəm ki, məni görəcək, mənə də deyəcək ki, yox, siz CNN-də BBC işləmişsiniz, siz jurnalist deyilsiniz. Çünki bunların niyyəti odur ki, yalnız özlərinə loyal olan adamlara jurnalist vəsiqəsi, lisenziyası versinlər. Yəni, media agentliyini yaratmaqdan məqsəd həm də bundan ibarətdir. Mən sənə lisenziya verməmişəmsə, sən jurnalist deyilsən. O çox kobud bir məsələ gətirəcəm. Deyir, axı, itlər ona çörək, yemək, qida verən ələ hürməz. Bunlar özlərinə loyal jurnalist ordusu yetişdirmək istəyirlər. Və yetişdirə bilmirlər. Bax, bugün Hikmət Hacı deyəndə ki, Azərbaycanda profesional media var, dostlar. Yoxdur Azərbaycanda profesional media. Olanları ya türməyə salıblar, Meydan TV'si, Abzas mediası, Toplum TV'si, Kanal 13'ü, digər bir Turan agent. İndiki Turan'ı demirəm, indi nəsə bir layihə yaradıblar. İstəsinlər, yəni problem deyil, amma Turan İnformasiya Agentliyi olub Azərbaycanda da. Yəni, hamısını çevir ediblər, türməyə salıblar, bağlayıblar, bağlatdırıblar. Bunların istədiyi, ona görə də bu saat Mirşahinlər özlərinə əl qatıb və nasist çağırışlar etməkdədir ki, televiziya baxmayan söyüş qoymuşam. Ona görə ki, Tural bəy, Mirşahin çox gözəl fərqindədir ki, həlqə daralır, növbə ona çatmaqdadır. Və bu rejim nə qədər repressiv olsa da, pulunu hesablayan bir rejimdir. Və o baxır, fikirləşir, deyir ki, mən sənə bu qədər pul yatırtmışam və səndən dividend qazana bilmirəm. Yenə də Osman qızılara baxırlar. Yenə də xaricdəkilərə baxırlar. Onda mən sən niyə bu pulu sərf edim, qoy onu qızımın hesabına qoyum. Onun üçün bu saat Mirşahinlər car çəkir ki, əslində o bilirsiniz, o bizə görə etmir bunu. Özünə gün ağlamaqdadır ki, mənə də gəlir növbə. Bu real TV'lər bir gün dövlətin subsidiyası, pulu olmasa sizcə ayaqda qalama bilər? Axı, bütün statistika, bütün reytinglər nümayiş etdirir ki, adamlar baxmırlar. Ən böyük etirazı edən Azərbaycan xalqıdır. O etirazını küçəyə çıxmaqla yox, sadəcə olaraq onlara iyrənməklə edir. Onlara baxmamaqla edir. Və bugün bu bumerang kimi onların başına qayıtmaqdadır. Və həmin o çağırış ki var, o həmin adamdır ki, bundan əvvəl də nasist çağırışlar edib. Müxalifətə çörək satmayacaqsan, zəng gəldi təcili yardımla bağlı, açmayacaqsan. Niyə müxalifətdir? Yəni, bu nasizmdir, bu faşizmdir. Müəyyən qrupa, həmin qrupun nümayəndəsi olduğu üçün onu təqib etmək. Bu çox klasik təyinatdır nasizmin. Amma bugün o nasistlər belə, o Gebelslər belə, yəni Əliyev rejiminin əslində Gebelsləri, Hikmət Hacıyev ən böyük Gebelsizdir, elə deyil mi? Sizdə o nə deyir? Deyir ki, gəl yalan danır. Sizə buradan deyir ki, sən vətən xanisən. O bir tərəfdən, məsəl üçün, Ramiz Yunusun şəkil çəkdirir, Rauf Arifoğlu'nun şəkil çəkdirir. Niyə? Çünki onlar, üzr istəyirəm yenə o ifadəmə görə, itə çörək vermək məsələsi. Ona yeməyini verib, o bilir ki, ona it kimi sadiqdir. Və onlara lisenziya verir, onlara etimad verir ki, sən jurnalistsən, sən politologsan. Siz axı bunu edə bilmir. Siz baxın, sizin Hikmət Hacıyeva münasibətiniz, siz tolerantlıq nümayiş etdirdiniz, sivil mədəniyyət nümayiş etdirdiniz. Əslində diskusiya, debat aparmaq nümayiş etdirdiniz ki, səsinizin tonunu qaldırmadan, o nə deyir, cavab verirsən. Məsəl üçün orada, mən Hikmət Hacıyevin yerində olsaydım ki, heç vaxt ola bilmərəm. Mən heç vaxt elə bir işə razı olmaram ki, diktatora işləyim. Öz xalqıma qarşı, əslində ən böyük vətən xəyanəti, həm də Hikmət Hacıyevin etdiyidir. Çünki öz xalqını aldatmaqla məşğuldur və öz xalqından pullar oğurlamaqla məşğuldur. Və kimdir vətən xaini, mən də ona deyərdim ki, ən böyüklərdən biri sizsiniz. Amma baxın, o sizə yaxınlaşıb, həqiqətən bir diskusiya qura bilərdi. Çünki
Tural Sadıqlı həmin şəxsdir ki, Sevinç Osmanqızı deyəndə ki, Hikmət Hacıyev daydı. Siz o Sevinç Osmanqızı ilə mübahisə edirdiniz ki, yox, o mətbuata daha yaxındır. Azərbaycanda ona hörmət edənlər var. Əgər Hikmət Hacıyev bunu Tural Sadıqlıya edirsə, inandırım sizi ki, sizinlə olan o dırnaqarası dialoqdan sonra mən ümumiyyətlə nifrət etdim Hikmət Hacıyeva. Bağışlayın, mən bu sözü deyəcəm. Sözü çəkdi. Mən onun sırtlıq sifətini gördüm. Sırtıqlıq. Özün xain olasan, özün xəyanətlə məşğul olasan, özün uğurlayasan bu xalqdan, yiyəsən adamların hüququnu və sonra qalxıb deyəsən ki, tənqid edənə deyəsən ki, sən Azərbaycana xəyanət edirsən. Tfu, valla, üzr istəyirəm. Bağışlayırız. Əslində, Sevinç xanım, başlanğıcda mən düşündüm ki, Hikmət Hacıyevin mənə yaxınlaşması, özünün mən tərəfə gəlməsi və hətta dili ilə deyir ki, gəlim görüşüm, sözün açığı mən gözləmirdim və bunu özüm üçün yüksək qiymətləndirdim ki, baxmayaraq replika gülərək deyirik ki, vətənə xəyanət necə gedir. Çox adam elə bir-birindən zarafat edir. Bəlkə zarafat edir və mənə amma yaxınlaşır və əli uzadır və sonra görüşür və mən bunu normal qarşıladım. Və dediyim kimi, yaxşı, yüksək qiymətləndirdim ki... Mən eynisini edərdim, Tural bəy. Eynisini mən edərdim. Mən ona nə söyməyəcəkdim, nə təpik atmayacaqdım. Bu, insan kimi, yəni sivil, yaxınlaşırsan, mənlə söhbət edirsən, söhbət edər. Amma bu adam başqa niyyətlə yaxınlaşır. Başqa niyyətlə olduğunu sonradan görürəm və tapşırıq verir öz mediasına ki, bunu belə tirajlayın. Sənin burada qurulmuş bir fərqli üsullu bir əməliyyat var imiş, media əməliyyatı var imiş və bunu niyyət güdürmüş. Mən yəni təəssüf etdim və dedim, yox, bunlar heç düzəlməz. Yəni, səni mən normal düşündüm ki, bəlkə normal münasibət yanaşır və bu da sadəcə dialoq üçündür. Yox, yəni söhbət üçündür. Bir-birimizə söz deyək, hər halda bir Azərbaycanlıyıq. Sonra görürəm, yox, bunun əməliyyatı başqa idi və Sevinç xanım buradan bunu deyinəm indi mən. Hikmət Hacıyevin özü də eşitsin, köməkçiləri bilirəm ki, izləyir və özü də çünki deyir ki, çox izləmirəm. Amma buna izlətdirsinlər ona da, əgər bu hissəni izləməyibsə, və İzləyir. Əlbəttə. Yox, bu hissəni deyirəm. Bu hissə çünki önəmlidir. Onlar düşünürlər ki, mən bu hissədən xəbərsizəm, bu məsələdən. O izləyir çünki bilir ki, İlham Əliyev izləyir. Çox sadə. İlham Əliyev inanmır Hikmət Hacıyeva. Özü izləyir. Ki, görüm nə deyirlər onlar orada. Ona görə bunlar da izləmək məcburiyyətlə. Siz görmürsünüz, Natiq Cəfərlilər nə deyir? Prezident aparatında oturub Osmanlıca baxırlar. Deməli, nəsə bilir ki, deyir də. Həm bunu Hikmət Hacıyev bu hissəni bilmiş olsun. Həmçinin Prezidentin Təhlükəsizlik Xidmətinin rəhbəri Fərid Əsgərov da bundan xəbərdar olsun. Mən xəbərdaram və artıq da xəbərdardılar. Araşdırma da gedəcək. Orada mənə Hikmət Hacıyevlə danışan ərəfədə də, orada olduğum, çöldə olduğum ərəfədə də, içəridə mətbuat konfransı zamanı da fərqli üsullardan hücum təşkil edildiyi təxmin edilir və o araşdırılır, araşdırılacaq. Mən indi burada açıqlamıram, çünki həm təhlükəsizlik baxımından açıqlamıram, həmçində ki, insanlar bunu açıqlasam ki, nə məsələdir, bir mənalı qarşılamaya bilər, qarşılamayacaq. Amma fərqli üsullardan, yəni hər kəsə bu hücumdan istifadə edilmir. Fərqli, qeyri-ənənəvi və qara bir üsuldan. Və bundan da xəbərdaram və yəni bu ehtimal nəzərdən keçirilir və araşdırılır, araşdırılacaq. Bundan xəbərsiz olduğumu və olduğumuzu düşünməyin. Sanmayın. İstədim buradan deyim ki, özləri bilsinlər söhbət nədən gedir. Yayın varmı Tural bəy? Çünki bəli, qarşıdan... Var. Okay. İzləyicimizdən nə qədər izləyir bizi? Başlayız soruşmanda. 2500 nəfər izləyir. 2500 lütfən bəyənmə dostlar. Tural bəy, elə bu jurnalist Qonçaryankanın vermiş olduğu sual ki, Bakıda gizli görüş keçirilməsi haqqında. Əvvəla, bu bomba kimi partlayan bir mövzudur. Və İlham Əliyev həqiqətən rüsvay oldu vermiş olduğu cavabla. Əgər o cavabı da ona Hikmət Hacıyev tövsiyə edibsə,
yenə də Əliyev məncə başına çarə qılmalıdır. Həqiqətən. Tamam mı? Outsource eləsin bizi. Biz outsource olaraq onlara çox gözəl cavablar yazarıq. Mən etmişəm bunu əslində. Yəni ABŞ hökumətində işləyəndə, yəni nə suallara necə cavab verməlisən. Rəsmən adam rüsvay oldu. Mən bilirəm ki, Azərbaycan mediasında bu işıqlandırılmayıb, işıqlandırıla da bilməz. Baxın, söhbət nədən gedir? Almaniyanın iki mötəbər mediası Azərbaycanda iyulun 12-si 14-ü arası, səhv etmirəmsə bu tarixlərdir, Rusiyadan həm Almaniyadan nümayəndələr gəldiyini və onların görüşməsi haqqında xəbər yayılmışdı. Əliyev fərqindəydi ki, Almaniyada ona bu sual veriləcək. Necə ki, verildi də. Baxın, adam uzun bir cavab verdi. Məqsəd o idi ki, inandırsın ki, onun bu görüşlə heç bir əlaqəsi olmayıb. Məqsəd bu idi. Bilməmişəm, xəbərim yox idi, bizə heç nə deməyiblər, biz heç nə təşkil etməmişik, sadəcə o bizim ərazimizdən istifadə ediblər və s. və axır. Sonra axırda nə deyir? Axırda isə deyir ki, əgər bu görüş Rusiya-Ukrayna müharibəsinin bitməsinə xidmət edəcəksə, niyə də yox? Uğurlu olsun. Bu, Tural bəy, bu rüsvayçılıqdır. Bilirsiniz bu nə deməkdir? Rusiya və Almaniyanın əslində belə deyək də, Rusiyada Putinə yaxın şəxslər və Almaniyada nə vaxtsa vəzifə tutur. Rusiyada Gazpromun nümayəndəsi və Almaniyanın da hakimiyyətdə olmayan 2 nəfər şəxsi və enerji sektoruna yaxın şəxsi danışıq aparır Azərbaycanda. Mən təxmin edirəm ki, Tural bəy, bu hipotezdir, hipotetikdir. Mən təxmin edirəm ki, o danışıqda Azərbaycan da müzakirə olunub. Deyim sizə nəyə görə. Əvvəla, əgər yalnız Azərbaycan sadəcə olaraq məkan üçün seçilibsə, başqa ölkələr seçilə bilərdi. Azərbaycan ona görə seçilmiş ola bilir ki, Azərbaycanın dəstəyini qazanmaq üçün. Yəni, Rusiyanın nefti və qazını Azərbaycanınki adı ilə Almaniya çıxartmaq üçün. Kansler Merz öz dilindən dedi ki, bizim Azərbaycandan olan qaza ehtiyacımız var. Azdır, amma ehtiyacımız var, bizə çeşidlilik lazımdır. Baxın, hakimiyyət ümumiyyətlə Azərbaycan ərazisində hansısa diplomatik danışıqların keçirilməsi ilə qürur duyur. Bunu tirajlayır, bunu dəfələrlə deyib ki, biz istəyirik ki, Azərbaycan ərazisində bu cür görüşlər keçirilsin. Və o cavabın sonunda Əliyevin deməsi ki, əgər bu müharibənin sonunu yaxınlaşdıracaqsa, sevinərdik. Söhbət bilirsiniz nədən gedir? Deməli, Əliyev bir tərəfdən gedir, deyir ki, Ukraynaya işğalla barışmayın. Digər tərəfdən Ukraynanın arxasında, Ukraynadan xəbərsiz, Ukraynanın taleyini həll edən, Ukraynaya zərbə vuran danışıqları ev sahibliyi edir. Məkanında keçirilir. Yeri gəlmiş, orada bir məqam da var idi. O dedi ki, mən yoxladım. Onlar olublar Azərbaycanda və sonra dedi ki, bəli, onlar görüş keçiriblər. Sən hardan bilirsən görüş keçiriblər, əgər sən ancaq... Özünü yandırdı. Ay, sağ olun. O deyə bilərdi ki, ola bilsin ki, onlar görüş keçiriblər. Xeyr, o təsdiqlədi ki, onlar görüş... Deməli, sən bilirdin, sən bilirsən ki, görüş keçirib. Demək ki, sənin onun keçirildiyini təsdiqləmək imkanın olub. Və biz bilirik ki, bu imkan var. Azərbaycanda hər tinin başında kamera qoyublar. O ki, qalmışdı Putinə yaxın bir adamın Azərbaycana gəlməsi, bu mümkündürmü ki, ümumiyyətlə Əliyevin hakimiyyətin bundan xəbəri olmaz. Özü də ki, sənin öz otelində, Four Seasons otelində. Əlbəttə. Özü də burada təkcə məkandan da söhbət getmir. Yəni, lisenziya söhbəti, hansı ad altında vermək söhbəti, bunlar korrupsiya ölkəsidir. Bunun şapkasını verəcəksən, bunun şapkasını sən qabağa düşürsən, mən qabağa düşürəm və axırda deyirsən ki, xoşbəxt olsunlar. Baxın, necə ikiyüzlülük və riyakarlıq.
güya bu Ukrayna cəbhəsindədir, düşərgəsindədir. Özü də Ukrayna arxasınca iş görür və bilirsinizmi o axırıncı bəyanat nədir Tural bəy? Bir anlığına təsəvvür edin ki, Qarabağla bağlı ermənilər, məsəl üçün, deyək ki, gedib fransızlarla danışıq aparırlar. Azərbaycan orada iştirak etmir. Səsi eşidilmir. Mövqeyi nəzərə alınmır. Onun arxasınca və erməni yaxud fransız da qalxıb desin ki, nə gözəl, bax elə sülh danışığıdır da. Ukraynanın olmadığı danışıq qeyri-legaldır. Biz orada iştirak etməməliyik istənilən. Heç ona yer verməməliyik. Bizim məkanımızda Ukrayna haqqında Ukraynasız heç bir görüş və danışıq keçirilməməlidir. Bu bir mənalıdır. Azərbaycana gəlməyin səbəblərindən biri də budur ki, başqa yerdə edə bilmirlər bunu. Kim buna icazə verər? Deyirsən Ukrayna ilə bağlı, deyəcək ki, get Ukraynada otursun. Qoy bu publik olsun. Niyə sən konfidensial keçirirsən? Yəni, yandırdı Əliyev özünü. Onun çox gözəl xəbəri vardı bu danışığın keçirilməsindən. Mən təxmin edirəm ki, Azərbaycandan istifadə olunması orada müzakirə olunub. Bir dənə də keçid almaq istəyirəm başqa bir mövzuya. Sözünüz varsa buyurun deyin bununla bağlı. Açığı sizin dediklərinizdə razılaşmadığım bir məqam var. Buyurun. Ki, Ukraynanın arxasından, Ukraynadan xəbərsiz bu işi görməsi. Mən biraz şübhə ilə yanaşıram ki, Ukraynadan xəbərsiz bu edilir. Özünün iştirakı olmadan edilir, amma Ukraynanın xəbəri var. Ən azından Azərbaycan tərəfi xəbər verməsə də, Almaniya ilə Ukrayna çox yaxın müttəfiqdir və Almaniya tərəfi hər hansısa bir şəkildə Ukraynaya bunu bildirə bilər. Bilmirəm, xatırlayırsınız ya xatırlamırsınız siz. Biz Zelenskinin Azərbaycana gəlişi zamanı orada da bir balaca bizim üst-üstə düşməyən fikirlərimiz olmuşdu. Ola bilər. Və insanlar da mənim dediklərimi bəlkə də düşündülər ki, bu doğru deyil. Zelenskinin Azərbaycana gəlişini mən dedim ki, Rusiya tərəfi ilə razılaşdırılıb. Rusiya ilə razılaşdırılmadan Zelenski Azərbaycana gələ bilməzdi. Və indi ona görə deyirəm ki, baxın, həmən tarixə, həmən vaxta gedib çıxsaq, Zelenskinin, yəni Ukraynanın özünün də mən düşünürəm ki, xəbəri var. Və Azərbaycan burada artıq bir ortaq məkan kimi istifadə olunur. Zelenski və Almaniya özü bilir ki, İlham Əliyev Rusiyaya bağlı adamdır, Rusiyanın arası yaxşıdır, ondan istifadə etmək olar. Və Rusiya da deyir ki, İlham Əliyev mənim adamımdır və qoy elə Türkiyə, İsveçrə, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistan ortaq bir güya güc kimi, məkan kimi istifadə olunmaqdansa, mənim arxa cəhbə hesab etdiyim Azərbaycan istifadə olunsun, İlham Əliyev arada vasitəçi olsun. Yəni, başa düşürsünüz, ona görə mən düşünmürəm ki, Ukraynanın bundan xəbəri olmayıb, razılıq olmayıb, Ukraynanın arxasında bıçaq sancmaqdır. Düşünürəm ki, bu ortaq elə hamının marağına uyğundur və İlham Əliyev bundan cəsarətlənib deyir ki, elə qoy bu müharibə bitsin də. Mən belə düşünürəm bunu. Mən fərqli düşünürəm, çünki Əliyev divara dirənildildi. Əliyev dünyasında bunu etiraf etməzdi. Baxın üstünə nə qədər vaxt keçmişdi, təxminən bir həftə. Və heç yerdə bu xəbər keçməmişdi. Almaniya mediası bunu araşdırıb yazmayana qədər. Ona məcbur etdilər ki, etiraf etsin ki, belə bir görüş olub. Və o sonunda da belə bir rəy səsləndirir ki, niyə də yox. Yəni, bilirsiniz, bu saat Ukrayna davası həm də bundan ibarətdir ki, Rusiyanın müharibə maşını ayaqda saxlayan enerjisini vurub sıradan çıxarsın. Bu təsadüf deyil ki, məhz neft terminalları yanır, qaz kəməri yanır və s. və ilaxır. Və sən burada Gazpromun nümayəndəsi Azərbaycanda söhbət aparır. Yəni, Gazpromun nümayəndəsi pomidor xiyardan danışmayacaq ki, qazdan danışacaq da Tural bəy. Bu qədər sadədir də. O başqa məsələ ki, yəni, baxın, Əliyevin cavabına baxın, çox uzun bir cavab. Mersin cavabına baxın. Bir sadəcə ol ki, mən heç nə bilmirəm bu görüş haqqında. Vəssalam. Əliyev baxı bilir. Ona görə o özünü
ağa çıxartmağa çalışırdı ki, mənim xəbərim olmayıb, mən təşkil etməmişəm, bizə heç nə deməyiblər, biz sonradan öyrənmişik, biz nə bilim. Bəs axırda ki, niyə də yox? Yalan danışır əlbəttə ki, çox yalan danışır. Əlbəttə, əlbəttə. Çünki Azərbaycan bundan əvvəl də edib. Unutmayaq ki, Azərbaycan 4 il yarım əvvəl müharibənin lap başlanğıcında Rusiyadan öhdəlik imzalayıb, müttəfiqlik münasibətlərinə dair. Unutmayaq ki, hələ bir neçə gün əvvəl Bayramov Lavrovla bərabər bu öhdəliyi yenilədi daha 1 il yarım, 2 il müddətinə. Və bugün yeri gəlmişkən Putinin köməkçisi Bakıda idi. Və Xəzərlə bağlı danışırdı. Osman qızının layal izləyiciləri bunu bilirlər ki, mən bunun sizə xəbərdarlığını vermişdim ki, Xəzər böyük mövzudur. Aktuallaşan, aktuallığı artan bir mövzudur. Çünki Ukrayna sırtdırıb çıxarır, Qaradənizdən, üzr istəyirəm, Azovdan çıxartdı, Qaradənizdə onu vurmaqdadır və qalır Xəzər. Düzdür, indi bizim mediamız yazır ki, güya bunlar Xəzərdə ətraf mühiti yenə müzakirə ediblər, nə bilim, nə. Yazırlar da, yəni nəsə yazmalıdırlar da. Putinin köməkçisi Xəzərdə Rusiya-İran əməkdaşlığına görə gəlib Azərbaycana. Çünki Lavrov orada Bayramova nə qəbul elətdiribsə elətdirib, bunun davamı gəlməlidir axı. Əliyevin indi özündən bunlar görüş-keç istəyəcəklər. Bu çox böyük məsələlərdir. Onun üçün biz verilişin başlığını qoymuşuq ki, Əliyev çətin durumdadır. Giri bu boyunduruğun altına çıxa bilmir. Rusiya indi də kömək lazımdır. Rusiyaya İranla əməkdaşlıq lazımdır. Özünü müdafiə etmək lazımdır Xəzər. Xəzərdəki ticarət routes marşrutlarını müdafiə etmək lazımdır. Yeni marşruta çıxmaq lazımdır. Alternativ axtarır bugün Rusiya. Ona görə də bu saat Putin köməkçisi xüsusi bir missiya ilə Bakıdadır və ona görə də Almaniyada İlham Əliyevin o uzun cavabı əslində çox böyük mətləblərdən xəbər verdi ki, işğalla barışmayan deyən Əliyev əslində işğalçını ciddi surətdə gücləndirməkdə və ayaqda saxlamaqdadır. Həmən sualı verərkən, İlham Əliyev danışarkən, orada ən yaxın olan mən idim, 2-ci sıradaydım və xüsusilə İlham Əliyevin gözlərinə baxdım, hərəkətinə baxdım, üzünə, gözünə baxdım. Fərqli dəyişdi. Tamamilə dəyişmişdi orada. Çox yaxın və net görürdüm də, canlı görürdüm necə onu dəyişdirdi o sual, ona cavab vermək və onu canlı gözümdən şahid oldum ki, bunu həm hazırlaşmışdı, amma yenə də hazırlaşsa da buna cavab verməyə, amma üzündən bilindi ki, heç xoş olmadı, özünü biraz pörtdürdü, sifəti pörtdü, belə deyək. Talba, biz siz nə vaxt canlı görəcəyik? Mən izləyicilərimizdən xahiş edirəm ki... Birgə havalimanında Bakıya uçan təyyarədə görüşərik. Aparırlar axı bizi. İnşallah. Və izləyicilərimizə sadəcə xahiş edəcəm ki, Tural bəy haqqında bu günlər nətər deyirlər, əyri əski danışan, necə deyirlər? Harada görürlərsə getsinlər o adamların cavabını versinlər, Tural bəy dəstək olsunlar, Tural bəy doğru yoldadır, azad sözə dəstək olsunlar və əgər bugün Tural bəy hədəf seçiblərsə, bunun bir səbəbi var. Bu da ondan ibarətdir ki, azad söz təsirli iş nümayiş etdirməkdədir. Təsir edir.